Başlayaq birinci sualdan. Birincidə deyilir ki, 27 5 ədədindən neçədə böyükdür? Bunun üçün biz nə etməliyik? 27-ni 5-ə bölməliyik. Bax, böləndə ilə budaqlı bölməklə bölək. 27-ni 5-ə bölsəm, cavab olacaq 5. Yəni 5 dəfə tam var. 5-i 5-ə vurdum, elədi 25. Çıxsam, 7-dən 5 çıxsam olacaq 2. İndi 5 tam hissəsidir. Yazıram buradan. 5 tam, 5-də 2. Qalığı yuxarı yazıram. Cavab da olacaq nə? Deməli, 5 tam 5-də 2 dəfə. B variantı. Keçək ikinci suala. İkinci sualda deyir ki, bu tənliyi həll edin. Tənliyi həll etmək üçün nə edəcəm uşaqlar? Çarpaz vuracam. Bax, yazıram 8x çıxılsın 3, bölünsün 5, bərabərdir 2 tam 4-də 3. 8x çıxılsın 3-ü mən məxrəcə vuracam. Amma ilk öncə nə etməliyəm? Buradakı 2 tam 4-də 3-ü düzgün olmayan kəsrə çevirəcəm. Yazıram 8x çıxılsın 3, bölünsün 5, bərabərdir 4 məxrəcdə qalır. Buradakı 2-ni 4-ə vuracam. Eləyəcək 8. O 8-in üstünə də 3 gələcəm. Yuxarıdakı 3-ü. 8-in də üstünə 3 gələndə eləyəcək 11. Sonra baxın. 8x çıxılsın 3-ü burada 4-ə vuracam çarpaz. Bərabər eləyəcəm. 5-i vuracam buradakı 11-ə. Onu da bir-birinə vuracam. Yazıram 8x çıxılsın 3 vurulsun 4. Bərabərdir 5 vurulsun 11. Yaxşı. Vurmaq üçün nə etməliyəm mən mötərizəni? Gəlin belə eləyək. 4-ü 8x-ə vururam. Bir də 4-ü buradakı 3-ə vuracam. 4 8x-ə vursam alınacaq 32x çıxılsın. 4-ü 3-ə vuracam eləyəcək 12. Bərabərdir. 5-i 11-ə vursam alınacaq 55. Sonra 32x bərabərliyin sol tərəfində saxlayıram 32x-ı. 55-in üstünə 12 gəlirəm. 3x da bərabər demək. Neçəyə? 60. 32x bərabərdir 67-yə. İndi baxaq uşaqlar, x tapmaq üçün nə etməliyəm? Buradakı 67-ni 32-yə böləcəm. X bərabərdir 67 bölünsün 32. Baxıram ki, cavablarda tam hissəyə ayrılıb. Bayaq birinci misalda işləmişdik biz tam hissəni tapmaq üçün. Yəni bu birinci misalda 27-ni 5-ə bölmüşdük. 5-dən 5-də 2 almışdıq. Eyni ilə yenə ikinci misalda da eləyirik də. 67-ni 32-ni böləcəyik. 32-yə böləcəyik. 67-ni 32-yə bölsəm 2 dəfə var. Yazıram 64. 7-dən 4 çıxsam eləyəcək 3. Bunun demək tam hissəsi oldu 2. Yəni bu da bərabərdir 2 tam. Nəyə bölmüşdüm 32? 32 ilə məxrəcdə qalır. Qalıq hissəsi də, bax buradakı 3-ü də yuxarıya yazacağım. 2 tam 32-də 3. 2-nin də cavabı olacaq A variantı. Daha sonra keçək 3-cü misala. Üçüncü misalda uşaqlar.
Bu tənasübdən x tapaq. Yenə çarpaz vurmalıyıq. Yazaq ki, 8-də 5 bərabərdir buna. İndi yenə çarpaz vururam. 5-i vuracam 2x-a, 8-i də 3-ə. 5 vurulsun 2x bərabərdir 8 vurulsun 3-ə. İndi uşaqlar fikir verin. Burada baxın 2 ilə 8 ixtisar gedə bilər, düzdürmü? Hər ikisini 2-yə ixtisar aparım. 2-ni 2-yə bölsəm 1 alınacaq. 8-i 2-yə bölsəm 4 alacam. Yerdə nə qalırsa onlar yazaq. 5-i 1-ə vururam, 5 edir, yazıram 5x. Bərabər 4-ü 3-ə vururam, alınır 12. X da bərabərdir. 12-ni də 5-ə bölsəm uşaqlar, gəlin burada belə rahat olsun. Baxın yenə. Neçə dəfə var? 2 dəfə. 2-ni 5-ə vurdum 10. 12-dən 10 çıxacam, 2 alınacaq. Yanına 0 gətirirəm. 20-ni 5-ə bölürəm, necə? 2,4. Yazıram 2,4 dəfə. Məndən onluq kəsir kimi istəyirdi cavabı. Bax, variantlara fikir verin. Hamısı onluq kəsirdi. Yazıram mən də burada cavab neçə olacaq? D variantı. 3-də alındı D. Keçək öbürsü misala. 4-cü. 4-də deyir ki, kvadratın tərəfini 4 dəfə artırdıqda sahəsi neçə dəfə artar? Yaxşı. Baxın uşaqlar, bir kvadrat çəkək. İndi bu kvadratın tərəfi olsun əvvəlcə A. Kvadratın da hər tərəfi bir-birinə bərabərdir. Burada aşağısına yazmışamsa hər tərəfdə A-dır. İndi əvvəlcə biz kvadratın sahə üstünə salaq. S bərabərdir A vurulsun A. Yəni A-nın kvadratı. Tərəfi biz 4 dəfə artırsaq bəs necə olacaq? Dörd dəfə artırsaq uşaqlar. Yəni A-nın yerinə 4A yazsaq, hər tərəfimiz yəni 4A olsa, bu dəfə yazırıq ki, S bərabərdir olacaq. 4A-nı 4A-ya vursam neçə eləyəcək? 16 A-nın kvadratı. Neçə dəfə artmış olur? Bax, birincidə S1-imiz A kvadratdır. İkincidə S2-miz 16A kvadratdır. S2-ni S1-ə bölürəm. 16A kvadratını A kvadratına bölsəm. A kvadratlar ixtisar gedir. Cavab olacaq 16. Yəni kvadratın sahəsi 16 dəfə artmış olar. 4-də olacaq A variantı. Keçdik 5-ci suala. 5-ci sualda baxaq uşaqlar. 5-ci sualı. Kubun tilini 3 dəfə azaltsaq, həcmi neçə dəfə azalar? Gəlin belə bir şəkil çəkək. Baxın uşaqlar. Burada kubun tili bax bu hissəsidir. Yəni tərəfləri kubun tilidir. Tilləridir. İndi kubun tili 3 dəfə azaltsaq. Əvvəlcə gəlin kubun tilini A ilə işarələyək. Olsun A.
Bəs kubun həcm düsturu necədir? Yazaq buradan. V kub. V ilə işarəli həcm. Kubun həcmi olacaq A-nın kubu. İndi birincidə V birimiz A-nın kubudur. Tiri 3 dəfə artırsan, daha doğrusu azaltsan, deyir ki, 3 dəfə azaldım. İndi V ikimizi tapmaq üçün nə etməliyik? Tiri 3 dəfə azaltmaq lazımdır. Deməli, A da əvvəlcə, sonra isə A bölünsün 3 olacaq tərəfimiz. V2 yazıram. A bölünsün 3. Təbii ki, kubu yazaq. Nə olacaq? A kubu bölünsün 27. 3-ün kubu olacaq 27. İndi tiri mən 3 dəfə azaltsam, neçə dəfə azalmış olur həcm? 27 dəfə. Əvvəlcə çünki, baxın, A kub idi. Sonra A kubunu 27-yə böldüm. İkincidə. Demək, 27 dəfə azalmış olacaq. 5-də olacaq cavab C variantı. Sonra keçiyor bu simsala. 6. Eyni yola getməyə sərf olunan zaman müddəti 4 dəfə artırsaq, sürət necə dəyişdiyini tapın. Biz də bilirik ki, gedilən yol bərabərdir sürət vurulsun zaman. Belə bir düsturumuz var. Bax, buradakı S yolu göstərir. V sürəti bildirir. T isə zamanı göstərir. Yaxşı. Sürətin necə dəyişdiyini tapmaq üçün nə etməliyik uşaqlar? Bu düsturdan mən V-ni tapım. Görün V neçəyə bərabər, nəyə bərabərdir? Bu düstura görə V bərabərdir S bölünsün T. Düzdürmü? İndi müddəti, yəni zamanı 4 dəfə artırsam necə olacaq? Sürət necə dəyişəcək? Biz bilirik ki, uşaqlar, zaman 4 dəfə artırsaz, onda sürət 4 dəfə azalar. Çünki sürətlə zaman birbirine tərs münasibdir. Yəni, fikirləşin, tutaq ki, maşının sürəti artıbsa, daha tez çatar, düzdürmü? Deyəcəyi ünvana. Yəni, bir-birindən tərs münasibdir sürətlə zaman. Əgər T-ni mən 4 dəfə artırsam, V 4 dəfə azalmalıdır. Altda olacaq A variantı. 4 dəfə azalar. Keçək növbəti misala. Açıq bucaq 2 şua ilə 3, 7, 8 nisbətində bucaqlara ayrılmışdır. Orta bucağın dərəcə ölçüsünü tapın. Uşaqlar, açıq bucaq bilirik ki 180 dərəcədir. İndi bu açıq bucağı 2 şua ilə 3, 7, 8 nisbətində bucaqlara ayıraq. Yəni, tutaq ki, bura olsun 3x, bu tərəf olsun, daha doğrusu bu bucaq olsun 7x, digər bucağımızda olsun 8x. Orta bucağın dərəcə ölçüsünü tapın.
Bu açıq bucaq cəmi, yəni 180 dərəcə olduğuna görə mən də bilirəm ki, bax, buradakı 3x-ın, 7x-ın, 8x-ın toplamı olacaq 180. Yazaq buradan. 3x üstə gəlir 7x üstə gəlir 8x bərabərdir 180 dərəcəyə. İndi 3 ilə 7-nin cəmi olacaq 10. 10 üstə 8 gələcək, necə? 18x bərabərdir 180 dərəcə. X da bərabərdir 180 dərəcəni 18-ə bölsəm, alınacaq 10 dərəcə. X-imiz 10 dərəcədirsə, bizdən nə soruşur? Orta bucağın dərəcə ölçüsünü soruşur. Orta bucaqda baxın buradan hansıdır? 7x-dır. Yəni 3-dən böyükdür, 8-dən kiçikdir. Onda yazaram ki, 7 vurulsun 10 dərəcə bərabərdir 70 dərəcə. Orta bucağımız olacaq 70 dərəcə. Variantımız C variantı doğrudur. Deməli, yazaq buradan C. Keçək növbət testi. 8. 4 fəhlə işi 32 saata yerinə yetirir. 4 fəhlə 32 saata yerinə yetirir. 2 fəhlə neçə saata yerinə yetirir? Tənasıb qururam. Və burada fikir verin uşaqlar, fəhlə sayı elə bil azaldıqca saatın elə bil ki, miqdarı çoxalmalıdır. Çünki daha az işçi varsa, demək ki, bu iş gec qutaracaq. İndi tərs mütənasib olduğunu buraya düşdüksə, neyinirik? X tapaq. X da bərabərdir. Tərs mütənasibdirsə, yazırıq ki, 4-ü bıraq 32-yə bölək 2-yə. Buradakı 4-ü vurdum 32-yə, böləcəm, şərtdə verilən 2-yə. İndi 4 ilə 2-ni bölək nəyə? 2-yə. Ortaq çünki 2-yə bölünürlər. 2-ni 2-yə bölsəm 1, 4-ü 2-yə bölsəm eləyəcək 2. 2-ni də 32-yə vuracam, eləyəcək 64. Yəni 2 fəhlə 64 saata yerinə yetirər. Cavabımız olacaq 64. Keçək növbəti. Bağla. 9. 40 santimetrlik parça 3-ün 5-ə nisbətində hissələrə bölünmüşdür. Böyük hissənin uzunluğunu tapın. Belə bir parça verilib bizə və 3-ün 5-ə nisbətində bölürük. 3 x bu tərəf, sol tərəf. Sağ tərəfə 5x-ni işarə edeyim. Uzunluğumuz da 40 santimetrdir. Böyük hissəmizin uzunluğunu soruşur. 9-u həlləmək üçün yeni uşaqlar. Bax, 3x-la 5x-ın cəmi 40-a bərabərdirsə. 3x-la 5x toplayıram, 8x bərabərdir 40 yazaram. X də bərabərdir 40-a 8-ə bölsəm, eləyəcək 5. Yəni x-imiz 5-dir. Böyük hissəni soruşur bizdə sualda. O zaman böyük hissəmiz hansıdır? 5x təbii ki. Yazıram ki 5 olsun 5. Bərabərdir 25 santimetr.
Böyük hissənin uzunluğu oldu 25 santimetr. Keçək növbəti suala. Onuncu tapşırığa baxaq. Mütənasiblik əmsalı K bərabərdir 6 olarsa uyğunluğu müəyyən edin. Birincidə yazılıb ki, M bölünsün N bərabərdir 5 bölünsün 6. Və K'mız da hər üç, yəni birincidə, ikincidə, üçüncüdə də, bax buradakılarda. Birdə də, ikidə də, üçdə də K 6'ya bərabərdir. İndi K bərabərdir 6. Yazaram ki, buradakına uyğun olaraq yazıram. Birinci şərtə görə. 5'i vururam 6'ya. Üstə gəlirəm. 6 vursun 6. Çünki variantlarda məndə M üstəgəl N soruşur. Bir də M vurulsun N soruşur. Mən də ona görə M-in yerində 5 verilibdir. Bax burada. M-in yerində 5 durur. N-in yerində isə 6 durubdur. 5'i vururam 6'ya eləyəcək 30. 6'nın da 6'ya vuranda 36. Cavab eləyəcək 66. Birinci cavabı olacaq A variantı. Keçək ikinciyə. İkincidə N bölünsün N 3 bölünsün 4'e bərabərdirsə, yenə K'mız hamısında təbii ki 6'dır. Yazarıq ki 3 vurulsun 6. Üstə gəlsin 4 vurulsun 6 bərabərdir. 3'ü 6'ya vursam 18, 4'ü 6'ya vursam 24 edəcək. Bunların da cəmi eləyəcək 42. Olacaq düzgün cavabımız B variantı. Üçüncü misalımız da yine eynidir. Başlayaq onu da yazaq. N bölünsün N bərabərdir 2 bölünsün 3'e. Burada 2'ni vururam 6'ya. Üstə gəlirəm 3'ü vururam 6'ya. 12 üstə gəlsin 18 bərabərdir 30. Yəni doğru cavab D variantıdır.